Herkese salam. Bugün davam edirik. Çıxış kitabının 3-cü hissəsindən 21-ci fəsil. Sən onların qarşısına bu hökmləri qoymalısan. İbrani qullar haqqında. Sizdən biri İbrani qul alarsa, o qul 6 il qulluq edib 7-ci il pulu ödəmədən azad olunsun. Əgər qulun tək gəlib, qoy tək də getsin. Yox, əgər arvadı vardısa, qoy arvadı ilə getsin. Əgər qul sahibi quluna arvad veribsə və qulun arvadı oğlan yaxud qız doğubsa, arvadla uşaqları ağası üçün qalsın. Qul isə tək getsin. Lakin qul təkidlə ağamı, arvadımla uşaqlarımı sevirəm və azad olmaq istəmirəm desə, onda qoy qulun ağası onu məbədə Allahın hüzuruna gətirsin. Qulunu qapıya yaxud qapının yan taxtasına söykəyib qulağını bizlə deşsin. Bu qul ağasına ömürlük qulluq etsin. Bir adam qızını qarabaş olaraq satarsa, qız kişi qullar kimi azad olmasın. Əgər o qız onu özü üçün təyin edən ağasının gözündə pis görünərsə, ağası qızın ödənmə pulunu qəbul edib onu azad etsin. O ağanın qızı yad ellilərə satmağa ixtiyarı yoxdur, çünki o qızla xaincəsinə rəftar etdi. Əgər ağa onu oğlu üçün təyin edibsə, onunla adətə görə öz qızı kimi rəftar etməlidir. Əgər o adam ikinci arvadı alırsa, birinci arvadını yemək və paltar təminatından və arvadlıq hüququndan məhrum etməsin. Əgər əri bu üç haqqı qadına vermirsə, qoy bu qadın heç nə ödəmədən azad edilsin. Ölüm cəzasına məhkum olunanlar. Adam vurub öldürən şəxs öldürülməlidir. Lakin o şəxs öldürmək qəsdində olmasa və ölüm mənim iznimlə olsa, o zaman onun üçün bir yer təyin edərəm ki, oraya pənah gətirsin. Bir adam başqa adamı qəsdən hiylə ilə öldürsə, o adamı hətta mənim qurbancahımdan götür ki, öldürülsün. Atasını yaxud anasını döyən adam öldürülməlidir. İnsan oğurlayıb satan yaxud saxlayan adam öldürülməlidir. Atasını yaxud anasını söyən adam öldürülməlidir. Bədən xəsarəti. Adamlar münaqişə edəndə başqa adamın daşla yaxud yumruqla vurduğunu bir adam ölməyib yatağa düşərsə və sonra yataqdan qalxıb əl ağacı ilə bayırda gəzərsə, onu vuran adam cəzasız qalsın və yatdığı müddətin əvəzini ödəsin. Sağalana qədər ona qayğı göstərsin. Bir adamın dəyənəklə vurduğu qulu yaxud qarabaşı zərbədən ölərsə, o adam cəzalandırılmalıdır. Əgər qul yaxud qarabaş 1-2 gün ərzində ölməsə, ağa cəzalandırılmasın. Çünki qul yaxud qarabaş ağanın əmlakıdır. Adamlar dalaşanda bir hamilə qadın ona dəyən zərbədən uşaq salarsa və başqa ziyan ona dəyməsə, o qadının ərinin tələbi ilə təqsirkar adam hakimlərin təyin etdiyi məbləğdə cərimə ödəməlidir. Əgər qadına ziyan dəyibsə, təqsirkar adam can əvəzinə can, göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq, yanıq əvəzinə yanıq, yara əvəzinə yara, zədə əvəzinə zədə ödəsin. Ağa qulunun yaxud kənizinin gözünə vurub onu kör edərsə, gözün əvəzinə onu azad etsin. Əgər ağa qulunun yaxud kənizinin dişini sındırsa, dişin əvəzinə qulunu azad etsin. Heyvan sahibinin məsuliyyəti. Biz bilirik ki, 3-cü hissə nədən ibarət olacaq? Allahın öz xalqı ilə bağladığı əhdi və onunla bağlı İsrailə yaşamaq üçün əxlaqi, mülki və dini qanunların verilməsi haqqında olacaq. 4-cü hissəmiz isə İsrail üçün ibadətgahın, müqəddəs məskənin və onun avadanlığının qurulması, həmçinin kahinlər üçün Allaha ibadət qayda qanunlarının verilməsi olacaq gələn səfərki videomuzda mövzumuz. Biz davam edək. Heyvan sahibinin məsuliyyəti. Malqaradan olan heyvan kişini yaxud qadını buynuzla vurub öldürərsə, heyvan daşqalaq edilsin, onun əti yeyilməsin, heyvan sahibi isə günahsız sayılsın. Lakin əgər heyvan o vaxta qədər vurağan olub, sahibi isə bundan xəbərdar edilsə də, onun qarşısını almasa və nəticədə heyvan kişini yaxud qadını öldürərsə, heyvan daşqalaq edilsin, sahibi isə öldürülsün. Əgər heyvanın sahibindən ödənmə pulu istənilirsə, o istənilən pulun məbləğini ödəyib canının əvəzini ödəyə bilər. Oğlanı ya qızı buynuzlayan heyvana qarşı eyni hökm işlənsin. Əgər heyvan qulu ya kənizi buynuzu ilə vursa, ağasına 30 şekel gümüş verilsin. Heyvan isə daşqalaq olsun.
Bir adam quyunu açıb ya da qazdığı quyunun üstünü örtməsə və ora malqara yaxud eşək düşsə, quyunun sahibi zərəri ödəsin, heyvanın dəyərini sahibinə versin. Ölən heyvan isə o adama qalsın. Bir adamın malqarası başqasının malqarasını vurub öldürsə, sahiblər həm sağ qalan heyvanı satıb dəyərini yarı bölməli, həm də ölü heyvanı yarı bölməlidirlər. Amma heyvanın o vaxta qədər vurağan olduğu məlum olanda, onun qarşısını almayan sahibi heyvanın əvəzinə heyvan verib zərəri ödəsin. Ölən heyvan isə ona qalmalıdır. Əmlak haqqında hökmlər. Bir adam malqara yaxud qoyun keçidən oğurlayıb kəsər yaxud satarsa, qoy adam malqara əvəzinə 5 heyvan, qoyun keçi əvəzinə 4 heyvan verib zərəri ödəsin. Əgər gecə oğru birinin evinə girərkən yaxalanıb öldürülsə, qoy qanı batsın. Əgər hadisə gün doğandan sonra baş versə, qan tökən müqəssir sayılsın. Oğru zərəri ev yiyəsinə ödəməlidir. Əgər oğrunun zərəri ödəməyə gücü çatmırsa, qoy oğurluğuna görə özü satılsın. Əgər oğurlanan malqara, eşəklər ya qoyun keçi oğrunun əlində diri tapılsa, qoy oğru zərəri 2 qat ödəsin. Bir adam öz tarlasında yaxud üzüm bağında otardığı heyvanları başqa adamın tarlasına otlamağa buraxarsa, o adam öz tarlasının yaxud üzüm bağının ən yaxşı barından zərəri ödəsin. Alışan od kollara düşüb dərz, əkin yaxud tarlanı məhv edərsə, yanğını yandıran adam zərəri ödəməlidir. Bir adama saxlamağa verilən gümüş yaxud əşya onun evindən oğurlanarsa və oğru tapılarsa, zərəri 2 qat ödənilsin. Əgər oğru tapılmasa, evin sahibi Allahın hüzuruna yaxınlaşıb and içsin ki, başqa adamın əmanətinə xəyanət etməyib. Hər hansı itmiş bir əşya, malqara, eşək, qoyun keçi, paltar barədə bu mənimdir deyən iki tərəfin mübahisəli işi Allahın hüzuruna gətirilməlidir. Allahın haqsız çıxardığı adam o birisinə zərəri 2 qat ödəməlidir. Bir adama saxlamağa verilən başqa adamın eşəyi, malqarası, qoyun keçisi yaxud başqa bir heyvanı heç kəs görmədən ölər, yaralanar yaxud aparılarsa, bu adamlar arasında Rəbbin adına içinə and olsun ki, biri o birisinin əmanətinə xəyanət etməyib. Qoy heyvanın sahibi bunu qəbul etsin, ona zərəri ödəməsin. Əgər heyvan həmin adamdan oğurlanıbsa, onu saxlayan adam zərəri sahibinə ödəsin. Əgər heyvanı vəhşi heyvan parçalayıbsa, onu saxlayan adam parçalanan heyvanı sübut kimi sahibinə gətirsin, zərərini isə ödəməsin. Bir adamın borc aldığı heyvan sahibinin yanında olmayanda yaralanar yaxud ölərsə, o adam zərəri ödəməlidir. Əgər heyvanın sahibi yanındadırsa, zərər ödənməməlidir. Əgər heyvan muzla tutulubsa, zərər muzd haqqına daxil edilir. Əxlaqi və dini hökmlər. Bir adam nişanlı olmayan bakirə qızı tovlayıb, onunla yaxınlıq edərsə, qıza görə başlıq verib onu özünə arvad etməlidir. Əgər qızın atası onu o adama ələ verməyə qəti razı deyilsə, o adam bakirə qızların başlığına müvafiq məbləğdə pul ödəsin. Cadügər qadın sağ qalmasın. Heyvanlarla cinsi əlaqəyə girən hər kəs öldürülməlidir. Rəbdən başqa digər Allahlara qurban gətirən adam tamamilə məhv olunsun. Qərib adama nə haqsızlıq, nə də zülm edin. Çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. Heç bir dul qadına və yetimə əziyyət verməyin. Əgər bunlardan birinə əziyyət versəniz və o mənə fəryad etsə, mən hökmən fəryadını eşidəcəyəm. Qəzəblənib sizi qılınızdan keçirəcəyəm. Arvadlarınız dul, uşaqlarınız isə yetim qalacaq. Xalqıma, yanında yaşayan kasıba pul borc versəniz, onunla sələmçi kimi rəftar etməyin. Üstünə sələm qoymayın. Əgər başqasının paltarını girov alırsınızsa, gün batandan əvvəl ona girovu qaytarın. Çünki bu paltar onun yeganə örtüyü və əyninin geyimidir. Və o adam yatanda nə ilə üstünü örtsün, o mənə fəryad edəndə səsini eşidəcəyəm. Çünki mən lütfkarım. Allaha küfr etmə və xalqın başçısına lənət etmə. Öz məhsulunu və şirə təqdimlərini mənə gətirməyini gecikdirmə. İlk oğullarını mənə həsr et. Malqaranın və qoyun keçinin ilk balaları ilə də belə et. 7 gün onları anaları ilə qoyub 8-ci gün mənə həsr et. Mənim üçün müqəddəs xalq olun. Məhz buna görə də vəhşi heyvanın çöldə parçaladığı heyvanın ətini yeməyin, onu itlərə atın. Ədalət və vicdan.
Boş xəbər gəzdirməyin. Yalançı şahid olmaq üçün haqsız adamla əlbir olmayın. Şər iş görən izdihama qoşulmayın. Məhkəmədə çoxları ilə birləşərək ədaləti təhrif edib yalançı şahid olmayın. Kasıba da məhkəmədə meylini salma. Sən düşməninin azmış buğasına, inəyinə, yaxud eşəyinə rast gəlsən, sahibinə qaytarmalısan. Sənə nifrət edən adamın eşəyini yükü altında yıxılmış halda görəndə onu tərk etmə. Ona kömək et ki, bu yükdən azad olsun. Möhtac olan adamın məhkəmə işində ona qarşı ədaləti təhrif etmə. Yalan işdən uzaq ol. Günahsıza və salihə ölüm hökmü vermə. Çünki mən haqsıza bəraət qazandırmayacağam. Rüşvət alma, çünki rüşvət gözü açıqları kör edər. Salihlərin sözlərini isə təhrif edər. Qəribə zülm etmə. Siz də qəribliyi hiss etmişsiniz. Çünki özünüz də Misir ölkəsində qərib idiniz. İstirahət vaxtları və bayramlar. 6 il torpağınızı əkin, məhsulunu yığın, 7-ci il ona əl dəyməyin ki, xalqınızdan olan möhtaclar oradan yesin. Onlardan artıq qalan isə çöl heyvanları yesin. Üzüm və zeytun bağlarınızda da belə hərəkət edin. 6 gün işlərinizi görün, 7-ci gün isə istirahət edin ki, malqaranız və eşəyiniz rahatlansın. Evinizdə doğulan qullar və qəriblər də dincəlsin. Mənim sizə söylədiyim hər şeyə riayət edin. Başqa Allahların adını çəkməyin. Qoy o adlar sizin ağzınızdan heç vaxt çıxmasın. Mənə ildə 3 dəfə bayram edin. Mayasız çörək bayramını qeyd edin. Mən sizə əmr etdiyim kimi Aviv ayında təyin olunmuş vaxt 7 gün mayasız çörək yeyin. Çünki Misirdən o ayda çıxdınız. Heç kəs önümə əliboş gəlməsin. Tarladakı əkinin nübarı ilə biçin bayramını qeyd edin. İlin sonunda işinin bütün məhsulunu tarladan yığın bayramını qeyd edin. İldə 3 dəfə sizin bütün kişiləriniz, sahibləri Rəbbin hüzuruna gəlsinlər. Mənə gətirilən qurbanın qanını mayalı çörəklə təqdim etməyin. Bayram qurbanımın piyi səhərə qədər qalmasın. Torpağın nübarının ilk hissəsini Allahınız Rəbbin məbədinə gətirin. Oğlağı anasının südündə bişirməyin. Vəd və nəsihətlər. Budur, mən yolda sizi qorumaq və hazırladığım yerə gətirmək üçün qarşınızda bir mələk göndərirəm. Onun hüzurunda ehtiyatlı olun və səsinə qulaq asın. Ona qarşı üsyan qaldırmayın. O itaətsizliyinizi bağışlamaz, çünki mənim adım onun üzərindədir. Əgər onun səsinə qulaq asıb dediyimə əməl etsəniz, onda mən sizin düşmənlərinizə düşmən, yağlarınıza isə yağı olacağam. Mələyim qarşınızda gedəcək və sizi Emorluların, Xetlilərin, Perzlilərin, Kananlıların, Xivlilərin və Yevusluların yanına gətirəcək. Mən onları silib atacağam. Onların allahlarına səcdə etməyin, onlara ibadət etməyin və qaydalarına əməl etməyin. O allahları dağıdıb yox edin, onların daş sütunlarını parça-parça etməlisiniz. Siz isə Allahınız Rəbbə xidmət edin. O da çörəyinizə və suyunuza bərəkət verəcək. Sizin daxilinizdən xəstəliyi yox edəcəyəm. Ölkənizdə nə uşaq salan, nə də sonsuz qadın olacaq. Ömrünüzü də uzun edəcəyəm. Öz dəhşətimi qarşınızca göndərirəm. Sizin aralarına getdiyiniz bütün xalqlara qarışıqlıq salacağam və bütün düşmənlərinizin dönüb sizdən qaçmasına bais olacağam. Eşək arısını da qarşınızda göndərəcəyəm. O da Xivliləri, Kənanlıları və Xetliləri önünüzdən qovacaq. Lakin bir il ərzində onları özünüzdən qovmayacağam ki, ölkə viranə qalmasın. Çöl heyvanları çoxalıb sizin üstünüzə daraşmasın. Yavaş-yavaş onları önünüzdən o vaxtacan qovacağam ki, siz törəyib çoxalaraq ölkənin sahibi olacaqsınız. Qırmızı dənizdən Filiş dənizinə, Aralıq dənizinə, yəni qədər səhradan Fərat çayına qədər sərhədlərinizi çəkəcəyəm. Ölkənin sakinlərini sizə təslim edəcəyəm. Siz isə onları yanınızdan qovarsınız. Nə onlarla, nə də Allahları ilə əhd kəsin. Qoymayın ki, onlar ölkənizdə yaşasınlar və sizin mənə qarşı günah edərək onların Allahlarına ibadət etməyinizə bais olsunlar. Bu sizə tələ olacaq.
Allahla İsrail arasında əhdin bağlanması. Rəbb Musaya dedi, sən Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından 70 nəfər Rəbbin yanına çıxın. Uzaqdan səcdə edin. Sonra yalnız sən ey Musa, Rəbbin huzuruna yaxınlaş. O biriləri yaxınlaşmasınlar. Xalq isə səninlə buraya çıxmasın. Musa gəlib Rəbbin bütün sözlərini və hökmlərini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib dedi, Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik. Musa Rəbbin bütün sözlərini yazdı. O səhər erkən durub dağın ətəyində qurbancaq və İsrailin 12 qəbiləsinə görə 12 sütun qurdu. Sonra Musa İsrailin cavanlarına Rəbbin önündə yandırma qurbanları və ünsiyyət qurbanları olaraq buğaları kəsdirdi. Musa heyvanların qanının yarısını götürüb ləyənlərə tökdü. Qanın o biri yarısını isə qurbancağın üstünə səpdi. O əhd kitabını əlinə alıb xalqı ucadan oxudu və onlara dedilər, Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq. Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi, budur, bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı. Bunu edib Musa, Harun, Nadav, Avihu və İsrail ağsaqqallarına 70 nəfərlə birgə çıxıb İsrailin Allahını gördülər. Onun ayaqları altında göy yaqutdan döşəməyə bənzər səmanın özü kimi aydın bir şey var idi. Allah İsrailin başçılarına əl qaldırmadı. Onlar Allahı gördülər və yeyib içdilər. Rəbb Musaya dedi, mənim yanıma dağa çıx və orada dur. Xalqı öyrətmək üçün qanunu və əmrləri yazdığım daş lövhələri sənə verim. Musa köməkçi Yeşua ilə Allahın dağına çıxmaq üçün qalxdı. Ağsaqqallara isə dedi, biz geri qayıdanadək burada gözləyin. Budur, Harun və Xur yanınızdadır. Kimin nə çətin işi varsa onların yanına gedə bilər. Musa bunu deyəndən sonra dağa çıxdı. Bulud dağı bürüdü. Rəbbin izzəti Sina dağının üstündə məskən saldı. Bulud onu 6 gün bürüdü. 7-ci gün Rəbb Musanı buludun içindən çağırdı. Rəbbin izzəti İsrail övladlarının gözündə dağın başında yandırıb yaxan alov kimi görünürdü. Musa buludun içinə girib dağa çıxdı və 40 gün 40 gecə dağda qaldı. Və biz burada bitiririk. Artıq 25-ci fəsildən 40-cı fəsildə daxil olmaqla qədər 4-cü hissə olacaq. 3-cü hissə bu qədər idi. Diqqətinizə görə təşəkkür edirəm. Gələn 4-cü hissədə görüşmək ümidi ilə sağ olun, salamat qalın.